Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün biz Fatih ilə bərabər deməli 5-ci sinif Namazov çalışmalardan səhifə 5-i izah edəcəyik. Buyur Fatih, birinci. Birinci, ədədlər sinifə ayırmaqla oxuyun. 1. Birinci. Hı -hı. Burada verilib 30 milyon 787 min 659. Bəli, 3 ayrılıqda düzdürmü Fatih? 3 ayrıq Bəli. oxuyuruq. Yəni belə ayırırıq və 30 qalır orada. Milyonda da bilirik ki 6 dənə sıfır var. Ona görə oxuyanda deyirik ki 30 milyon 787 min 650. Sonra İkincidə 618 milyard 506 milyon 983 min 416. doğrudur. Sonra 1 trilyard 250 Külliyat yox, 250 trilyon. 269 milyard 485 milyon 56 min 223. Doğrudur. Dördüncü 256 trilyon 905 milyard 345 milyon 273 min 607. Doğrudur. Beşinci. 409 trilyon 5 milyard 283 milyon 452 min 325. Düzdür. Sonra deyir ki, sözlərlə verilmiş ədədləri rəqəmlərlə yazın. Bir tane gözde Fatih. 4 Burada milyon birincidə Hı -hı. yazdıq ki, 4 4 yazıp milyonda 6 tane olduğu için 6 tane nöqtə koydum. yazdıq 563 563 min 563 9. 1009 dediğine göre bunlar sıfır nöqtəsi olacak. İkinci. 84 milyard deyir. 84 yazandan sonra milyardda 9 tane olur. 3, 6, 7, 8, 9 tane Və nöqtə. 703, 104, 230. 703 milyon dediğine göre burada 703 yazıram. Milyonda da 6 tane. Sonra 104. 104 yazıram. 1000 deyir. Sonra da Bu da 230. 230. Bu da 230. Sonra 67 trilyon deyir. Trilyonda 12'den olacak. 1, 2, 3, 4, Və 5, 67. 6, 7, Sonra 8, 9, 006. 10, 11, 12. 006. 6 milyard deyir. Deməli, bura 6'dırsa 0, 0 olacaq. Bəli. Sonra 572. 572. 572. Bu da oldu milyonda. Sonra Sonra 46. 046. 46 min deyirsə, onda bu da 0 olmalı. Qalanlarda 0. 908. Bu da 908. Və 573 deyir. Yazıram 573. Trilyon dediğine göre 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12'den nöqtəni Mən qoyuram. 94 yazırıq. 094. 94 milyard dediğine göre burada koyuram ve burası 0 əlavə edirəm. Sonra 206, 206. 106 ne yazıram? Yerdə qalan 6 dənə. Milyon Sonra 850 850. min olacaq. Yazdıq 1000, Sonra 356. da 356. Bəli. Sonra Üçdə deyir dişimi ki, altından xətt çəkilmiş rəqəmlərin mərtəbə qiymətini müəyyən edin. Mən 3-ün altından xətt. Təbii 3 də minli idi. bəli, ona göre 3000 olacaq. Və İkincidə 8'in ikincidə altına yazacaq. 8-in 800 altında olacaq. yüzlük. Üçüncüdə 8 yazıb Və yanına 6 dənə 8 sıfır milyon. qoyacaq. Ha, 8 milyon olacaq. 4-də Sonra isə mənə 400 milyon. bəli. 5-də isə 3 milyon. Hı -hı. 6-da isə 400 min. 7-də isə 8 milyon. Bəli. 8-də də 50 trilyon. Bəli. 50 yazıb əlavə də yanına 12 dənə sıfır qoyuyor. Doğrudur. Gəldik 4-ə.
Sonra burada deyir ki, mən ədədin 100 minliklər mərtəbəsindəki rəqəminin qiyməti ilə yüzlüklər mərtəbəsinin rəqəminin qiymətinin cəmini tapın. Gel əvvəlcə Hə, bunun burada bir şey yüzlüklərini tapaq. nətər Təki, onluq, yüzlük. Yüzlük budur. 800'dür daha asan tapdıq. Sonra 100 Mən 100 minlikləri tapaq. minliklər üstü, Yüzlük. yüzlükləri isə 8, yəni ki 3 ilə 8-i toplayacaq. Aha. Burada rəqəm istədiyinə görə rəqəm istəyir. Ədəd istəmir. Yəni Hə. 800 ilə 300 mini toplayırıq. Bu da eləyəcək 300.800. Yəni 3800. Sonra Keçdik. Aha. burada isə şey eləyir. Deyir ki, ədədin 8 rəqəmlərin mərtəbə qiymətlərinin cəmi hansı ədəddə bərabərdir? Mən burada 4 dənə Yəni 8 var. 8 üstə Mən də gəlsin 8-i vurmuşam 800. 4-ə. 8000, yəni hamısını yazmalıyıq. Bir də 800 min. 32 Bunların cəmini tapmalıyıq. Hamısını toplamalıyıq. 800 minlə toplayırıq. 8000'i, Mən 800 sonra 800 800'ü, 8000 sonra da 8'i. Yəni bizim ədədimiz bu olacaq da. 808 min 808. və 6. 6-da deyildi ki, ədədin 100 minliklər və yüzlüklər mərtəbəsinin vahidləri sayını 2 vahid artırsa, bu nə qədər artar? Yəni əvvəlcə 1000 yüzlükləri tapaq. Təkli 10 yüzlük 7'lik. Bunu 2 vahid artıraq. Oldu 9. İndi 100 minlikləri tapaq. Yüzlük, minlik, 10 minlik, 100 minlik. Bu da 5'dir. Bunu da 2 vahid artırdık. Hə, deyim mən nə qədər artar məmə. Deyir ki, 2 vahid artırsaq. Yəni Yazaq, ki, başlayalım. 100 minliklər 2 vahid, yəni ki 200 min. Sonra isə yüzlüklər. Yüzlüklər də 2 vahid artıranda, yəni 200. 200 min 200 qədər artacaq. Aha, çıxıb da tapa bilərik əslində. Məsələn, artırdığımız rəqəm normalda 3 milyon 723 min 989 oldu. Biz bundan çıxarıq əvvəlki ədədimizi. 3 milyon 523 min 789. Sən demiş 200 min 200 qədər artacaq. Yəni bu şəkildə də yazmalıyıq. Sonra 5-də, yox, 7-də də deyir ki, ədədin 10 minliklər və onluqlar mərtəbəsinin vahidlərinin sayını 6 vahid azaltsa nə qədər artar? Yəni ki, 60 min 60. Demişdim və 7-ni 6 vahid azaldıram. 10 minlikləri görə nə qədərdir? Təklik onluq, yüzlük, minlik, 10 minlikdə 9'dur. 9'u da 6 vahid azaldıram. Olur 3. Ədədin özünü yazsaq 732 min düzdürmü halı? 60 min 800 817. Şimdi buna bu 792 min degan 792 min 877'den bunu çıxaraq. Yazıram Evet. ki 60 min 60. 792 min 877 çıxılsın. 732 min 817. Cevap vereceğiz sen demiş. 60 min 60. Sonra deyir ki, mənə 8 qanunluğu müəyyən edin və növbəti 3 ədədi tapın. Neçə artıq bu? Deməli 39 milyon Mən milyard deyim, 513 milyon 782 min 405 mən ədədimiz. 1 milyon. Mən 1 milyon artıb. Onda növbətini yazaq da. Olsun Və 39 milyon 515. 505 milyon Və yəni ki, 705. bütün hamısı olduğu kimi qalacaq. Burada təkcə Aha. milyonluqlar bir vahid Yəni artırardı. bunlar artacaq. Bəli, 3 Bəli. idi, 4 oldu. 4 idi, 5 oldu. İndi olacaq 6.
516, sonra qalanları qalacaq. İkinci ədəd, bir də o növbəti olacaq. 39, 517 olacaq. Sonra 782, 403 olacaq. İkinci tapşırığa baxaq, görə necə artır. Və Hücre orada 2 artır. milyard, 2 milyard. Maysal 1 idi, 3 oldu, sonra 5 oldu. Növbəti hücre artıq 7 olacaq. 207 milyar 496 milyon 752 388. Sonra yine de üstüne 9. 2 gel. 209 milyar 496 milyon 752 milyon, daha doğrusu 752 388. Aha, gəldik şu əsas məsələyə. Biz indi bu rəqəmin üstünə neçə gəlməliydik Fatih? 2. Necə? 2. 2 yox da, yəni 2 nə? Milyard. 2 milyard. Və Az. 2 milyard 211 gəlsə, milyard. bəli. Növbəti hücre artıq 211 milyard 496 milyon 752 388 olacaq. Gəldik səhifə 6-ya. Bu ardıcıl ədədi, yəni 56 ədədin ardıcıl olaraq 6 dəfə yazdım və alınan ədədi sifrlərə ayıraraq oxuyun deyir. 56-nı 6 dəfə yazmalıyıq Fatih. 1 dəfə yazdıq, 2 dəfə yazdıq, Və 3 dəfə yazdıq, 4 burada dəfə məndə yazdıq, 6 5 dəfə dəfə yazanda yazdıq, məndə 6 dəfə yazdıq. eləyir İndi 3 56 ayrı. milyon. Mən 600 Yox, 3 ayranda 465 milyard 656 milyon 565 min 656 oldu. və İndi 137-ni 5 dəfə yazıram arda-arda. mən 137 5 dəfə yazanda isə eləyir və Yazdım. 137 trilyon, 137 Az, trilyon, bəli, 137 milyard, az, 137 milyon, 137 min, 137. bəli. İndi ədəd açıq şəkildə verilən ədədləri artıq rəqəmlə yazmalıyıq. Və burada da məndə çox asandır. Yəni kiməsə Toplayıb yaza da bilərik 856 min 900. ya da şey deyə bilərik. Arxadan qabağa Və doğru üstünə və gələ-gələ yaza bilərik. mən 856 min 903. 8 Doğru. 5 6 9 0 Yazırıq. 3. 856.903 eləyir. Keçdik 2 də isə ikincisinə. mənə 8 8 0 0 3 0 93 sonra da 8 7 0. Yəni ki, mən 8 milyard 3 milyon 93 min 8 milyard artı 87. 3 milyon 93 min 870. Bu da Və gitti. 3 Geldi üçüncü isə üçüncüye. mən ən 9 asandır milyon. üçüncüdür. Üstüne Və 9 80 milyon bin gelende 9 milyon 80 milyon. Sonra üstüne 3 bin gelende artık 9 milyon 83 milyon. Üzerine de 76'ını gelse 9 9 milyon milyon 83 min 83 bin 700 9 76. milyon 83 min 76. 76. 2 Sonra 2 trilyonda 12 2 tane sıfır. trilyon və birinci 2 trilyon yazırıq. Sonra 3 də sonra 5 də 0 qoyub 6 yazırıq. 2950 gelse üstüne böyle olacak. 2 deməli milyar yox səhv 0 yazdım. düz Yox, yazırsınız. səhv yazdım. Bir dənə üzülmüşsən. 2 trilyonda deməli neçə sıfır olur? 12. Aysa. 2 trilyon yəni 12 dənə sıfır olan rəqəmimizin üzərinə gəlirik ilk öncə 6 milyonu. O bizdə verir 2 trilyon deməli 6 milyon bu verir. Sonra üstüne 2000 gelecek. Sonra da üzerine 950 gelecek. Və Cevap eləyəcək 2 trilyon olacak. 6 2 milyon. trilyon 6 milyar milyon daha doğrusu.
2950. Bax, belə də olacaq. Bəli. Sonra Gəl Tapşırıq 11-də isə tərə. deyir ki, onun qüvvətlərindən istifadə etməyə verilmiş Rəqəmləri yazmaq. rəqəmləri yazdım Məsələn, mənə. 10 üstü 3 Birincidə biri verir 2000. Da düzdürmü Fatih? və 3'ün 3000. yanına sadece 3 tane sıfır koyacağıq. Olacaq Sonra 3'ün. ikincidə 700 min. Burada artıq 5 tane sıfır koyuram. Bəli, 700. sonra üçüncüdə 80 min. Dördüncüdə 2300. 23 Digərində 6 tane sıfır koyacağım. və 172 milyon. Forbes'inde de 3 tane sıfır koyacağım. 28 bin. Düzdür. Şimdi mənim 10 axırıncı qaldı. hamısını yazdım efendim. Bunu da yazdım Ən da burada. axırıncı mənə 8 dədi müəllimə. 8'di. Aa, ben 3 gördüm onu üzülürse. 8'den ise 6, 7, 8 de koyacağız sıfırı. Üstünde yaxşı düşmemişti diye. Ha, bu gitti. Keçdi 12. Sözlerle vermiş ədədi onun Sözlərlə qüvvətləri. vermiş də onluqların qüvvətləri şəklində yazılır. Mən 10 min, yəni 10 min yazanda müəllimə 10 bin normalde 10 üstü 4'tü. Bu 4'ten və 10 sıfır olur. üstü 4 və 10 milyon 10 milyon üstü 10 üstü 7. Ay, sağ. Sonra 100 milyard 100 isə milyarda biz məsəl üçün 10 normalda üstə belə yazırıq da Fatih. Bu 9 tane yazaq tək olsun. Bax 100 və milyard belə yazılır. 10 üstə Şimdi bunu 11. saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə var. Deməli 10 üstü 11 yazırıq. 10 trilyon isə 10 mən 10 yazanda üstə 13. trilyon. Buradan yazaq uşaqlar da görsün. 6, 9, 12. 10 trilyon belə yazılır. Saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Deməli 10 üstü 13 yazırıq. Və 100 trilyon isə 10 üstü 4. Yəni 10 üstü 14. Neyse. Və sonuncu 13'lü də baxaq. Onun qüvvətlərindən istifadə edərək yine yazmalıyıq burada. 8'i vurmalıyıq sadəcə neçəyə? Birincidə. 10 3-ə üstü 3'ə. Neyse. və sonra İkincidə ikincidə 7'ni vurmalıyıq 10 üstü 4'ə. 10 üstü 4. 9'u 10 üstü 5'ə. 53'ü 10 üstü 3'ə. 340 34'ü 10 üstü 5'ə. 4'ə. 4'dən 0 var. 4'ə. 6'da 803'ü 10 üstü 3'ə. 7'de 32'ni 10 üstü 6'ya. 6'ya. 8'de 6'ya. 613'ü 10 üstü 6'ya. Ve 10 9'da üstü 6'nı 9. 9. Ve 10 bunda üstü da 9. 17'ni vurup 10 üstü 9'a. Bu kadar. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.